Salam, mən Gözəl. Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsiyəm. Bu gün sizinlə bu fakültə ilə bağlı bir neçə tələbəyə sorğu götürəcəyik. Görək digər tələbələr bu fakültə ilə bağlı nələr düşünür. Keçək videolara. Bir xanımla qarşılaşdıq. İndi onunla öz fakültəmiz haqqında sorğu aparacağıq. Salam, özünüzü təqdim edin. Salam, mən Söhbətova növrəsində Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində tələbəyəm. Aha, sizə bir neçə sualım olacaqdır. Sualım odur ki, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini seçməyinizin əsas səbəbi nə idi? Seçməyimin ən böyük səbəblərindən biri odur ki, mən abituriyent vaxtlarından həm riyaziyyat, həm informatika fənlərini çox sevmişəm və bu fakültədə həm özündə riyaziyyatı, həm də informatikanı saxlayır. Həmçinin gələcəkdə IT sahəsi üzrə mütəxəssisləşmək istəyirəm və bu fakültədə məncə ən düzgün baza bilikləri verir. Bəs bu fakültə tələbələrə nələr öyrədir? Fakültədə bizə riyazi modelləşmə, daha sonra proqramlaşdırma dilləri kimi bir çox sahə üzrə dərslər tədris olunur. Həmçinin günümüzdən çox istifadə olunan süni intellekt haqqında da bizə məlumatlar verilir. Yəni bir cümlə ilə deyə bilərik ki, həm nəzəri riyaziyyat, həm də praktiki IT bizə tədris olunur. Aha, çox sağ olun. Siz sağ olun. İndi isə orada bir tələbəmiz yanıb, gedək onunla sorğu keçək. Getdik. Salam. Salam. Olar sizinlə bir neçə sorğu keçək? Bəli, olar. Özünüz təqdim edin zəhmət olmasa. Quliyev adından Bakı Dövlət Universitetinin Riyaziyyat və Kibernetika fakültəsində təhsil alıram. Aha, sualım odur ki, bu fakültənin çətinliyi ilə bağlı nə düşünürsüz? Fakültədə çətinliklə bağlı riyazi bilik və baza önəmlidir və təbii ki, səbir və istəklə bunun öhdəsindən gəlmək mümkündür. Aha, bəs bu fakültəyə gələcək olan tələbələrə nə məsləhət görürsüz? Riyaziyyat və Kibernetika fakültəsi olduğu üçün imtahanlarda riyaziyyat və daha çox proqramlaşdırmadan suallar olur və əsas odur onlardan qorxmasınlar və sual verməkdən çətinməsinlər. Aha, çox sağ olun. Sizə uğurlar. İndi isə keçək digər tələbələrlə sorğu keçirək. Getdik. Salam. Salam. Olar sizinlə sorğu keçirək? Buyurun. Adınızı təqdim edin zəhmət olmasa. Mən Qəhrəmanov Mehdi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsiyəm. Bir neçə sualım olacaqdır. Sualım odur ki, müəllimlərin dərs keçmə üsulu haqqında nə düşünürsüz? Mən Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsi olaraq deyə bilərəm ki, mənim fikrimcə müəllimlərimizin dərs keçmə üsulları kifayət qədər yaxşıdır. Çünki onlar bizə çətin mövzuları həm praktiki, həm də nəzəri cəhətdən izah etməyə çalışırlar. Çünki məlum olduğu kimi fakültəmiz əsasən riyazi fənlərdir. Riyazi fənlərdə də həm praktiki, həm də nəzəri cəhətdən izahlar lazımdır. Bəs bu fakültəyə gələcək olan tələbələrə nə məsləhət görürsüz? Bu fakültəyə gələcək olan tələbələrə ilk öncə tələbə olmaq arzusunda olan bütün abituriyentlərə uğurlar arzulayıram və demək istədiyim budur ki, burada yəni qıraqdan göründüyü kimi çətin heç nə yoxdur, bacarılmayacaq heç bir şey yoxdur. Hər şey öz əziyyətin bəhrəsini verir. Burada əsas olan riyazi cəhətdən özlərini təkmilləşdirmələrdir, özlərinə inamlı olmalardır. Qalan hər şey zamanla düzələcək. Aha, çox sağ olun. Uğurlar sizə. Sağ olun. Gedək orada bir tələbə xanım oturub ondan sorğu keçirək. Salam. Salam. Sizinlə sorğu keçirə bilərik? Buyurun, təbii ki. Özünüz təqdim edin zəhmət olmasa. Mən İsmailzadə Fatimə, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi tələbəsiyəm. Aha, sizə sualım odur ki, tələbələrin arasındakı mühit necədir? Tələbələr arasında mühit çox mehribandır, çox pozitivdir. Bir-birimizə hər zaman dəstək olmağa çalışırıq. Təbii ki, rəqabət də olur, amma bu sağlam və inkişaf yönümlü rəqabətdir. Fərdi işlərimiz də olur, amma qrup işlərində bir-birimizə kömək olmağa çalışırıq daima. Bəs bu fakültənin sizə yaratdığı ən yaxşı imkanlar nələrdir? Ən yaxşı imkanlara ilk növbədə peşəkar müəllim heyəti ilə işləmək deyərdim. Bu bizim dünya görüşümüzü çox artırır. Eyni zamanda dərslərdən əlavə təlimlər və seminarlar keçirilir. Bu seminarlar da bizim üçün çox yaxşıdır, praktiki biliyimizi artırır və fakültə bizi texniki avadanlıqlarla, kitab evləri ilə, tələbə məkanları ilə təmin edir. Aha, çox sağ olun. Çox sağ olun. Salam. Özünü təqdim edin zəhmət olmasa. Salam, mən Əliyev Murad, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsiyəm. Aha, sizə bir neçə sualım olacaqdır. Bu fakültədə oxuyan məzunlar gələcəkdə özünü harda görə bilər? Hansı sahələrdə görə bilər? Bu fakültədə oxuyan tələbələr özünü gələcəkdə data science, programmer, aerokosmik engineer kimi ixtisaslarda görə bilər. Aha. Bəs siz özünüzü gələcəkdə harda görürsüz? Mən özümü gələcəkdə Google şirkətinin developeri olaraq işləməyi düşünürəm. Gələcəyimi orada görürəm. İnşallah. Sizə uğurlar arzulayıram. Sağ olun. Sağ olun.